İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakının Qaradağ rayonundan Ağdamın Kəngərli kəndinə yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə, 153 nəfər köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 43 mindən çox insan yaşayır. Öz doğma yurt yuvamıza qaydırıq. Getmişəm, baxmışam, yaxşı evlərdir, şəraiti, hər bir şeyi. Mərasim evindən belə tikiblər. Kətdə bütün kommunal hamısı yaxşı vəziyyətdə, yaxşı, çox gözəl, xoşumuza gəlir. Allah indən belə bizə pis günlər göstərməsin. Həddi hüdudu yoxdur bizim sevincimizin. Şükür Allah'ın gene də yaradanımıza. Bu günü gördük.